Salamlar hər kəsə. Növbəti dərsimizdə xoş gördük. Bugün A2 səviyyəsində Alman dilində Präteritum, yəni keçmiş zamanı öyrənəcəyik. Bu zaman əsasən yazılı dildə istifadə olunur. Ancaq bəzi feilləri gündəlik həyatda da görmək mümkündür. Hazırsınız? Elə isə başlayaq. İlk öncə Präteritum nədir? Bu sualla başlayaq. Präteritum keçmişdə baş verən və artıq tamamlanmış hadisələri ifadə edir. Daha çox yazılı dildə, nağıllarda, xəbərlərdə, romanlarda, məktub və ya qəzetlərdə istifadə olunur. Danışıqda isə perfekt daha çox işlənir. Elə isə Präteritum necə düzəlir? Qaydalı feillərdə feilin kökünə T şəkilçisi əlavə etməklə düzəlir. Nümunə olaraq, gəlin machen feilini Präteritumda şəxsə görə dəyişək. Machen qaydalı feildir. Belə ki, feilin kökünü sonunda gələn en sonluğunu atmaqla tapırıq. Feilin kökü machdır. İndi isə şəxsə görə dəyişək. Ich machte, mən etdim. Du machtest, sən etdin. Sie es machte, o etdi. Wir machten, biz etdik. Ihr machtet, siz ettiniz. Sie machten, onlar ettiler. Sie machten, siz ettiniz. Nümunələrə baxaq. Ich machte meine Hausaufgaben. Mən ev tapşırıqlarımı etdim. Arbeitete den ganzen Tag. O bütün günü işləyirdi. Wir kauften Brot und Käse. Biz çörək və pendir aldıq. Ich öffnete das Fenster. Mən pəncərəni açdım. Sie lebten früher in Wien. Onlar əvvəllər Viyanada yaşayırdılar. İndi isə gəlin qaydasız feillərə baxaq. Qaydasız feillər Präteritumda kökündən dəyişir. Ona görə bu kimi feillər əzbərlənməlidir. Gehen qaydasız feildir. Gehen feili Präteritumda necə dəyişiklik göstərir? Ich ging, mən getdim. Du gingst, sən getdin. Sie es ging, o getdi. Wir gingen, biz getdik. Ihr gingt, siz getdiniz. Sie gingen, onlar getdilər. Sie gingen, siz getdiniz. Günlük həyatda daha çox qarşılaşacağımız qaydasız feillər bunlardır. Kommen gəlmək deməkdir. Präteritumda kam olur. Sehen görmək deməkdir. Präteritum halı zahdır. Essen yemək yemək deməkdir. Präteritumda isə as olacaq. Fahren maşınla getmək və ya maşın sürmək deməkdir. Präteritumda isə fuhr olur. Finden tapmaqdır. Präteritum halı isə fand olacaq. İndi isə qaydasız feillərə uyğun bir neçə nümunə cümlələrə baxaq. Ich ging gestern in die Schule. Mən dünən məktəbə getdim. Sie kam 8 Uhr nach Hause. O saat 8'də evə gəldi. Wir sahen einen interessanten Film. Biz maraqlı bir film gördük. Fuhr mit dem Auto nach Wien. O maşınla Viyana'ya gitti. Ich aß eine Pizza. Mən pizza yedim. İndi isə gəlin vacib feillərimiz olan sein, haben və werden feillərinə nəzər salaq. Sein bildiyiniz kimi olmaq deməkdir. Keçən dərsimizdə sein və haben feillərinin perfekt halını gördük. Qısaca xatırladım ki, Hilfsverbi, yəni sein'ı şəxsə görə dəyişirik və Partizip 2 feilin keçmiş zaman formasını işlədirik. Nümunə olaraq, Ich bin müde gewesen. Mən yorğun olmuşam və ya yorğun idim.
Eyni cümləni preteritumda işlədək. Ich war müde. Mən yorğun idim. Belə ki, burada sadəcə sein preterituma görə dəyişiklik göstərir. Sein feilini preteritumda şəxsə görə dəyişək. Ich war, mən idim. Du warst, sən idin. Er, sie, es war, o idi. Wir waren, biz idik. Ihr wart, siz idiniz. Sie waren, onlar idi. Sie waren, siz idiniz. Belə ki, birinci və üçüncü şəxsin təkində var, cəmində isə waren olacaq. Nümunələrə baxaq. Ich war gestern zu Hause. Mən dünən evdə idim. Er war sehr müde. O çox yorğun idi. Sie war meine Lehrerin. O mənim müəlliməm idi. Wir waren im Urlaub. Biz məzuniyyətdə idik. İndi isə haben feilinin perfekt və preteritum formaları arasındakı fərqə baxaq. Haben sahib olmaq, var olmaq deməkdir. Perfekt forması belə düzəlir. Köməkçi feil haben şəxsə görə dəyişir və sonda isə haben feilinin Partizip 2 forması, yəni gehabt gəlir. Nümunəyə baxaq. Ich habe keine Zeit gehabt. Mənim vaxtım yox idi. Eyni cümləni gəlin preteritumda işlədək. Ich hatte keine Zeit. Mənim vaxtım yox idi. Gördüyünüz kimi preteritumda sadəcə haben feili dəyişiklik göstərir. Şəxsə görə dəyişək. Ich hatte, mənim var idi. Du hattest, sənin var idi. Er, sie, es hatte, onun var idi. Wir hatten, bizim var idi. Ihr hattet, sizin var idi. Sie hatten, onların var idi. Sie hatten, sizin var idi. Sein'da olduğu kimi haben feilinin preteritum formasında birinci və üçüncü şəxsin təkində hattı, cəmində isə hatten olacaq. Nümunələrə baxaq. Ich hatte gestern Kopfschmerzen. Dünən başım ağrıyırdı. Du hattest viel Arbeit. Sənin çox işin var idi. Er hatte keine Lust. Onun həvəsi yox idi. Sie hatten viele Fragen. Onların çoxlu sualları var idi. Werden feilinin preteritum forması belədir. Bu feil həm köməkçi feil kimi istifadə olunur, həm də olmaq, çevrilmək, dəyişmək, gələcəkdə olmaq mənasında işlədilir. Werden feilinin preteritumda şəxsə görə dəyişməsi bu cürdür. Ich wurde, mən oldum. Du wurdest, sən oldun. Er, sie, es wurde, o oldu. Wir wurden, biz olduk. Ihr wurdet, siz oldunuz. Sie wurden, onlar oldular. Sie wurden, siz oldunuz. Bir neçə nümunəyə baxaq. Ich wurde Ärztin. Mən həkim oldum. Er wurde Lehrer. O müəllim oldu. Das Wetter wurde besser. Hava yaxşılaşdı. Əlavə bir məlumat verim ki, sein və werden hər ikisi Azərbaycan dilində olmaq kimi tərcümə olunsa da, mənaları və istifadələri tamamilə fərqlidir. Sein indiki və ya keçmişdə bir vəziyyəti, halı və ya kimliyi ifadə etmək üçün işlədilir. Nümunəyə baxaq. Wir sind Schüler. Biz şagirdik. Wir waren Schüler. Biz şagird idik. Ich bin müde. Mən yorğunam. Ich war müde. Mən yorğun idim. Werden isə bir şeyin dəyişməsi, çevrilməsi və ya gələcəkdə baş verəcək bir şey üçün istifadə olunur. Nümunəyə baxaq. Ich werde Ärztin.
mən həkim oluram və ya olacağam. Ich wurde Ärztin. Mən həkim oldum. Sie wird Lehrerin. O müəllimə olacaq. Sie wurde Lehrerin. O müəllimə oldu. Wir werden Freunde. Biz dost oluruq. Wir wurden Freunde. Biz dost olduk. Es wird dunkel. Karanlık olur. Es wurde dunkel. Karanlık oldu. Es burada havanı təmsil edir. İndi isə modal feillərin preteritum formalarına baxaq. Modal feilləri əvvəlcə qısaca təkrar edək. Modal feillər başqa feillərlə birlikdə işlənərək hərəkətə məcburiyyət, icazə, arzu, istək və s. əlavə mənalar verir. Modal feillər bunlardır. Können bacarmaq deməkdir. Müssen məcbur olmaq. Dürfen icazəli olmaq. Wollen istəmək. Sollen feilə malı məli şəkilçiləri əlavə etməklə düzəlir. Mögen xoşlamaq deməkdir. Können modal feilinin preteritum formasını şəxslərə görə dəyişdirək. Ich konnte. Mən bacarırdım. Du konntest. Sən bacarırdın. Er, sie, es konnte. O bacarırdı. Wir konnten. Biz bacarırdık. Ihr konntet. Siz bacarırdınız. Sie konnten. Onlar bacarırdılar. Sie konnten. Siz bacarırdınız. Nümunə olaraq eyni cümləni können modal feili ilə həm presens, həm də preteritumda quraq. Ich kann Deutsch sprechen. Mən Alman dilində danışa bilirəm. Ich konnte Deutsch sprechen. Mən Alman dilində danışa bilirdim. İndi isə müssen modal feilinə preteritumda baxaq. Ich musste. Mən məcbur idim. Du musstest. Sən məcbur idin. Er, sie, es musste. O məcbur idi. Wir müssten. Biz məcbur idik. Ihr musstet. Siz məcbur idiniz. Sie mussten. Onlar məcbur idilər. Sie mussten. Siz məcbur idiniz. Müssen feili ilə də presens və preteritumda cümlə quraq. Ich muss früh aufstehen. Mən tez durmalıyam. Ich musste früh aufstehen. Mən tez durmalı idim. Dürfen modal feilini preteritumda şəxsə görə dəyişək. Ich durfte. Mən icazəli idim. Du durftest. Sən icazəli idin. Er, sie, es durfte. O icazəli idi. Wir durften. Biz icazəli idik. Ihr durftet. Siz icazəli idiniz. Sie durften. Onlar icazəli idi. Sie durften. Siz icazəli idiniz. Nümunə olaraq, ich darf heute ins Kino gehen. Mən bugün kinoya getməyə icazəliyəm. Ich durfte gestern ins Kino gehen. Mən dünən kinoya getməyə icazəli idim. Wollen modal feili ilə davam edək. Ich wollte. Mən istədim. Du wolltest. Sən istədin. Er, sie, es wollte. O istədi. Wir wollten. Biz istədik. Ihr wolltet. Siz istədiniz. Sie wollten. Onlar istədi. Sie wollten. Siz istədiniz. Nümunə olaraq, er will pizza essen. O pizza yemək istəyir. Er wollte pizza essen. O pizza yemək istəyirdi. İndi isə sollen modal feilini preteritumda şəxsə görə dəyişək. Ich sollte. Mən etməli idim. Du solltest. Sən etməli idin. Er, sie, es sollte. O etməli idi. Wir sollten. Biz etməli idik. Ihr solltet. Siz etməli idiniz. Sie sollten. Onlar etməli idi. Sie sollten. Siz etməli idiniz. Nümunəyə baxaq. Wir sollen helfen.
Biz kömək etməliyik. Wir sollten helfen. Biz kömək etməliydik. Mögen modal fiilinin präteritum forması isə bu cürdür. Bu fiil xoşlamaq, bəyənmək, sevmək mənası verir. Präteritumda isə tamamilə dəyişir. Ich mochte, mən xoşlayırdım. Du mochtest, sən xoşlayırdın. Sie es mochte, o xoşlayırdı. Wir mochten, biz xoşlayırdıq. Ihr mochtet, siz xoşlayırdınız. Sie mochten, onlar xoşlayırdı. Sie mochten, siz xoşlayırdınız. Eyni cümləni mögen modal fiili üçün həm presens, həm də präteritumda quraq. Sie mag Kaffee. O, kofeni xoşlayır. Sie mochte Kaffee. O, kofeni xoşlayırdı. İndi isə dərsimizin sonunda sizlər üçün kiçik testimiz olacaq. Birinci sualımızla başlayaq. Wir... den ganzen Tag. Burada arbeiten fiilini präteritumda şəxsə görə dəyişməliyik. Variantlara baxaq. Variant A. Arbeiten. Variant B. Arbeitete. Variant C. Arbeiteten. Burada hansı cavab düzgündür? Bəli, variant C. Arbeiteten. Biraz əvvəl qeyd etdiyimiz kimi, qaydalı fiillərdə feilin kökünə t əlavə etməklə präteritum formasını tapmış oluruq. Wir arbeiteten den ganzen Tag. Biz bütün günü işlədik. İkinci sualımızla davam edək. Ich... gestern nach Wien. Burada isə fahren fiilini işlədəcəyik. Qeyd edim ki, fahren qaydasız feildir. Mənası maşın sürmək və ya hər hansı nəqliyyat vasitəsilə getmək deməkdir. Variantlara baxaq. Variant A. Fuhren. Variant B. Fuhr. Variant C. Fährt. Bəli, variant B. Fuhr. Ich fuhr gestern nach Wien. Mən dünən Viyanaya getdim. Sonuncu sualımız belədir. Wir... den Film nicht. Burada biz filmi xoşlamadıq deməliyik. Belə ki, mögen feilinin präteritum formasını işlətməliyik. Variantlara baxaq. Variant A. Mochten. Variant B. Möchten. Variant C. Mögen. Bəli, variant A. Mochten. Mögen fiili präteritumda mochten olur. Qısa bir məlumat paylaşım ki, möchten istəmək deməkdir. Belə ki, mögen fiilinin konjunktiv 2 formasıdır. Yəni daha nəzakətli istək bildirir. Möchten fiili präteritumda işlənmir. Biz əgər keçmişdə istəmək mənası vermək istəyiriksə, wollen və ya mögen fiilindən istifadə edirik. Wir mochten den Film nicht. Biz filmi xoşlamadıq. Bugün A2 səviyyəsi üzrə präteritum mövzusunu öyrəndik. Ümid edirəm ki, präteritum mövzusu sizlər üçün aydın olmuşdur. Suallarınız olduqda şərhlər bölməsində yaza bilərsiniz. Böyük məmnuniyyətlə cavablandıracağam. Əgər videonu bəyəndinizsə, bəyən düyməsinə basmağı və kanalımıza abunə olmağı unutmayın. Tezliklə görüşərik. Tschüss, bis bald.